abituriyentlər, bugünkü mövzumuz Asiya Hun dövləti, yəni Böyük Hun dövlətidir. Mövzuya keçməzdən əvvəl yenə bir xatırlatma edim ki, dərslərimizin davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olub bizə dəstək olun, videolarımızı bəyənin və yorum yazın. Keçək mövzuya. Mövzumuz Asiya Hun dövləti, yəni Böyük Hun. Hunlar Mərkəzi Asiya, Altay dağlarının deməli ətəklərində yaşamışlar. Bu ərazi təxminən Orxan Selenqa çayları ətrafına düşür, yəni arasına düşür. Onlar ovçuluqla və maldarlıqla məşğul idi. Deməli, amma bizə testlərdə soruşsa, biz onların əsas məşğuliyyətini ovçuluq götürəcəyik. Daha sonra maldarlıqla məşğul olmaya başlamışlar. Deməli, maldarlıqla məşğul olduqları üçün onlar sədlərə və qalalara ehtiyac duymurdular. Mərkəzi Asiyanın böyük çöllərində qərbdən şərqə, şərqdən qərbə deməli, otlarlar üstündə, su mənbələri üstündə yəni köç edirdilər. Daha sonra nə deyə bilərik bu xalqdan? Onların ilk siyasi birlikləri eradan əvvəl 2-ci minilliyə təsadüf edir ki, bunu da bizə Çin mənbələri verir. Deməli, bu Asiya Hun xalqları eradan əvvəl 3-cü əsrdə, yəni təxminən eradan əvvəl 220-ci ildə Teymon Tənhu tərəfindən bu dövlət yaradılmışdır ki, bu dövlətin də ilk paytaxtı Ötkən şəhəri olmuşdur. Deməli, bu dövlətlə eyni vaxtda, yəni bu dövrdə Asiyanın bu cənub-şərq hissəsində bir dövlət də yaranmışdı ki, eradan əvvəl 221-ci ildə Çin dövləti idi və bu iki dövlət arasında daimi münaqişələr baş verirdi. Deməli, sizə mən deyəcəm ki, Teymon Tənhunun dövründə Çində, indi sülalələr var, Çin mövzusunu keçəndə mən sizə orada ətraflı izah edəcəm. Teymon Tənhunun dövrünə Sin sülaləsi təsadüf edir ki, yəni Teymon Tənhunun hakimiyyətini də yadda saxlayın. Eradan əvvəl 209-cu ildə rahat edir. Yəni Çin ərazisinə basqınlar olunurdu. Çinlə müharibələr gedirdi. Deməli, Sin sülaləsi, Çində hakimiyyətdə olan Sin sülaləsinin hökmdarı, imperatoru Sin Şixuandi eradan əvvəl 214-cü ildə Hunlara qarşı Çin səddinin tikilməsinə başlayır. Deməli, amma bu sədd tikilsə belə, yenə bu Hunların qarşısını ala bilmir. Yenə də Hunlar bu səddin zəif yerlərindən keçərək Çinlilər üzərinə hücum edirlər. Daha sonra biz Teymon Tənhudan sonra deməli, Hun dövlətinin ən qüdrətli dövrü Mete Tənhunun dövrünü götürəcəyik. Bunun da hakimiyyət illərini yadda saxlasanız yaxşı olar. Bu da təxminən eradan əvvəl 209-dan eradan əvvəl 174-cü ilə qədər təsadüf edir. Deməli, Teymon Tənhunun dövründə bir silah islahatla, yəni əsasən ordu islahatı keçirilmişdir. Ordu islahatı. Orduda deməli, əsasən onluq, yüzlük, minlik, 10 minlik sistemə bölmüşdür. Sonra fit çalan oxucuqları Hunlara məxsusdur. Biz bu fit çalan oxucuqların indiki kitablardan çıxarılsa da biz bunu İskitlər mövzusunda da eşitmişik. Daha sonra Mete Tənhunun dövründə də Çinə yürüşlər olunurdu. Mete Tənhu Mərkəzi Asiyada 26 tayfanı tabe etmişdir. Monqol-Tibet tayfalarını tabe etmişdir. Çinlilərlə baş verən müharibələrdən, yəni ən böyüyü eradan əvvəl 200-cü ildə Pinçen döyüşüdür. Pinçen döyüşündə deməli, Çin məğlub olur, Hunlar qələbə qazanır və eradan əvvəl 200-cü ildə deməli, müqavilə bağlanır. Müqavilənin şərtləri nə idi? Əvvəla bir Çin Hunlara təzminat ödəməli idi. Çinin ticarət yolları keçirdi Hunların əlinə. Daha sonra nə deyə bilərik? Bir də ki, Çinin şimalı keçirdi Hunlara. Sonra nə deyə bilərik bu mövzudan? Tanrı qutu. Çin mənbələrində Mete Tənhu Tanrı qutu adlanırdı. Türk mənbələrində Oğuz xan adlanırdı. Eradan əvvəl 1-ci əsrin ortalarında deməli Asiya Hun dövləti, yəni təxminən eradan əvvəl 58-ci ildə 2 yerə parçalanır. Bunun da 2 yerə parçalanmasının özünə məxsus xüsusiyyəti vardı. Teymon Tənhunun dövründən deməli Çinlilər görürdü ki, Hunlara yəni qalib gələ bilmirlər. Bunun üçün onlar nikah diplomatiyasından istifadə etdilər. Nikah diplomatiyası nə idi? Onlar Çinli qızları Hunlu şahzadələrə ələ verirdilər və daxildən onların arasında deməli ixtişaş yaradırlar və parçalamağa çalışırdılar. Və həmçinin onlar Hunların döyüş taktikasını mənimsəyirdilər bu dövrdə.
Və bir şey də vurğulayım ki, əvvəldə demək yadımızdan çıxdı. Hunların döyüş taktikası, ordu sistemi əsasən, üzr istəyirəm, süvari ordu təşkil edirdi. Onlar düşməni uzaqdan məhv etmək üçün ox və yaylardan istifadə edirlər. Yəni bu üsula görə məşhur idilər. Amma Çinlilərdə isə piyadalar təşkil edir ordunun əsas hissəsini. Eradan əvvəl 58-ci ildə deməli, anası Çinli olan şəhzadə Hun dövlətini Çinə birləşdirmək istəyir, amma anası türk olan Çiçi Tanhu yəni buna imkan vermir və eradan əvvəl dediyimiz kimi 58-ci ildə deməli, Asiya Hun dövləti, Qərbi və Şərqi Hun dövlətlərinə parçalanır. Yəni biz Böyük Hun dövləti xronoloji olaraq götürsək, bu eradan əvvəl 220-dən eradan əvvəl 58-ci ilə qədər təsadüf edir. Bu deməli, bu anası Çinli olan şəhzadə Çinə tabe olsa da sonradan müstəqillik əldə edir və eradan əvvəl, daha doğrusu eramızın 3-cü əsrində süqut eləyir. Qərbi deməli Hun dövləti isə bu da eradan əvvəl 36-cı ildə süqut eləyir. Qərbi deməli Asiya Hun dövləti süqut etdikdən sonra Hunlar qərbə doğru köçüşməyə başlayır ki, bunlar da indi Ural dağlarının ətəklərində, Volqa çayının sahillərində deməli Avropa Hun dövlətinin sonradan adını eşidəcək bu dövləti yaradırlar. Bu şərqdə qalanlar isə burada Ağ Hun dövlətinin yaranmasında və Göytürk dövlətinin yaranmasında mühüm rol oynamışdır. Daha sonra Hunlar evi yurd adlandırırdılar, dövləti el adlandırırdılar. Ordu dediyimiz kimi əsasən süvari ordu idi, hakimiyyət irsi idi. Tanhu ilahiləşdirmişdilər. Yəni bu dövrdə öyrəndiyimiz bir çox dövlətlərdə demişdik ki, Misirdə, Şumerdə deməli hökmdarın hakimiyyəti ilahiləşdirilmişdi. Deməli Hunlarda şamançılıq mühüm yer tuturdu. Şaman deməli göy tanrı ilə insanlar arasında əlaqə yaradırdı. Hunlarda yerlik tanrının adını eşidəcəyik ki, bu da pis ruhları idarə edirdi. Ən ulu tanrıları ay və günəş tanrıları idi. Biz bugünkü gündə də ay haqqı, günəş haqqı deyilən ifadələri eşidirik ki, bu da bizə qədim Hunlardan gəlib çıxmışdır. Daha sonra tanrının yaratma və hadisələrə qut yolu ilə həyata keçirilirdi. Qut da yəni xoşbəxtlik, səadət mənasını verirdi. Deməli, abituriyentlər Asiya, yəni Böyük Hun dövləti haqqında bu qədər mövzunun 90%-dən çoxunu demək olar ki, mən dedim. Amma yenə də kitabdan oxumaq mütləqdir.